aleyküm, hörmətli qardaşlar, əziz xalqımız. Bugün yenə sevincli günlərimizdən biridir. Salyandan götürmüşdük Əhməd qardaşı 6 ay öncə. Şükür olsun aləmlərin Rəbbinə, bugünkü gün artıq çıxışı verilir, sağalıb, hər şey qaydasındadır. Bir şeyi qeyd edeyim ki, bizdə anonimlik qorunur ha, bu çəkilişdən gəlib ödənişsiz, ona görə belə təqdim edə bilirik. Həm ibrət olsun başqalarına da, həm də sağalma yerin doğru düzgün seçə bilsinlər bu bəladan əziyyət çəkənlər. İlk öncə təbrik edirəm sizi əziz qardaş. Allah ayıqlığınızı daimi eləsin, Allah yardımcınız olsun. İnşallah qardaş cəmiyyətə adaptasiya mərhələsinə başlayacaq. Hansı ki 6 ay stasionar bitirdi. 3 ayda cəmiyyətə adaptasiya dövrü olacaq. 2 gün mərkəzdə, 2 gün evdə. Həmən ərəfədə Vüsal müəllim cəmiyyətə adaptasiya özünə mütəxəssisdir, o nəzarət eləyəcək inşallah. Çox uzun danışmaq istəmirəm ki, hətta bu paylaşımları da rahat eləyək. Əlhamdülillah, bu günləri ölkənin yox, hətta dünyanın birincisiyik, Qurtuluş Reabilitasiya Mərkəzi olaraq. Şükür olsun bu günə. Vətəndaşlarımız sağalır, həmd olsun Allaha və bu da bizi çox sevindirir. Bir vətənpərvər bir şəxs olaraq bu millətin, bu dövlətin qorunmasına can atan, çalışan bir qul olaraq məni çox sevindirir. Allah hamımızdan razı olsun. İlk öncə hamını salamlayıram. Mən də əslində çox danışmaq istəmirəm. Çünki əsas qardaşım proseslə Elnur müəllim məşğul olub. İnşallah ki, o ətraflı məlumat verəcək. Sadəcə olaraq mən təbrik eləmək istəyirəm səni qardaşım. Təbrik eləmək istəyirəm və Allahdan istəyirəm ki, Allah Subhanahu taala sənə kömək eləsin ki, sənin o son nəfəsə qədər ayıq qalarsan. Çəkilişdən qabaq biz oturduq, biraz qardaşla söhbət elədik. Qardaş dedi ki, dözmək lazımdır. Təsəvvür edin ki, çox maraqlı və əslində hardasa məntiqsiz bir şeydir. İstəməyən şeylər eləyəndə istədiyimiz nəticəyə çatırıq. Amma istədiyin şeylər eləyəndə istəməyən bir nəticəyə gəlirik. Biz narkotik eləmək istəyirdik. Amma nəticə olaraq istəməyən bir nəticəyə gəldik. Biz qumar oynamaq istəyirdik. Qumar oynaya-oynaya istəməyən bir nəticəyə çatdıq. Amma misal üçün idmanla məşğul olmaq istəyirik. İstəyirik ki, bədənimiz dəyişsin. Hər dəfə biz istəyə-istəyə idmana gedirik. Yox, şübhəsiz ki, məcbur edirik özümüzü. Gedirik idmana və görürük ki, bədənimizdə transformasiya prosesi olur. Bədənimiz dəyişir və istədiyi nəticəyə çatırıq. İnşallah ki, biz nə qədər lazım olan şeyləri eləyəcəyik. Bizdə bir mənəvi prinsip var, hərəkətə hazırlıq. Hərəkətə hazırlıq nə deməkdir? Fərq eləmir mənim üçün. Mən istəyirəm ya istəmirəm. Əgər istiqamət düzdürsə, mən o istiqamətlə gedirəm. Çünki həmişə nəticə mənim istədiyim nəticə olacaq. Və siz Əhməd qardaş düz vurğuladınız. Dözmək lazımdır. Allah Subhanahu taala Quranda deyib ki, "Fəinnə məl usri yusra." Şübhəsiz ki, hər sıxıntılardan sonra asanlıq gəlir. Və o sıxıntılar gələndə insan o sıxıntıları dözməlidir ki, Allah onun üçün asanlaşdırsın. Mən minnətdarlıq sizə bildirmək istəyirəm ki, siz o prosesi axıra kimi keçmisiniz, bir kişi kimi keçmisiniz o prosesi. Çünki hər kəs o prosesi keçə bilmir. Hər kəs o kişilik, o güc, o səbir yoxdur. Və şübhəsiz ki, kim onu keçmir, nəticədə biabırçılıq bir vəziyyətdə qalır. O əmənki şəxslər bizə ziyan vurmur. Özümüzə və öz ailəyə, yaxınlara ziyan vurur. Və yenə də təkrar edirəm ki, Allah Subhanahu taala sizə xoşbəxt eləsin və son nəfəsə qədər ayıq saxlasın. Amin ya Rab. Hamıya salam. İlk öncə böyüklərin, valideynlərin, anaların, ataların əlindən öpürəm. Sumqayıt şəhərində doğulub böyümüşəm, adım Elnurdur. Mən də neçə il bu asıllıqdan əziyyət çəkmişəm və öz xoşumla, öz addımla gəlmişəm Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Sağalma var, yəni özüm kimi insanlara hal-hazırda kömək eləyə bilirəm. Birinci Əhməd, səni təbrik edirəm. Neçə ay Əhmədlə bir qabdan çörək yemişik, bir-birimizə can demişik, can eşitmişik, yəni həqiqətən də belədir. İndi hərə bir cür insandır. İnsan var, bərbad vəziyyətində gəlir, insan var, biraz sağlam düşüncə ilə gəlir. Yəni, bu çox çətin bir işdir, yəni çox əziyyət çəkirik. Bu qıraqdan asan görsənə bilər. Amma əziyyətimizi bir Allah bilir də, yəni bir şey ki, bir istifadəçi ilə nə bir ailə, nə də bir nəsil bacara bilmir. Biz 20 nəfər, 25 nəfər bir yerdəyik, nazı ilə oynayırıq, nə bilim, çalışırıq kömək eləməyə. Eləsi var, anası ilə danışır, ağlayır, biz günlərlə onu izah edirik ki, yəni hər şey yaxşı olacaq, dəstək oluruq. Buradan üzümü valideynlərə tutub deyirəm ki,
Yəni dünya işləyir bu proqramla, əziz valideynlər. 6 aydır. Kim ki tez gəlir götürür, kim ki nə bilim darıxır, sıxılır, o uşağına ziyan vurur. Bunu yəni mən öz təcrübəmə sığınıb deyirəm ki, mən də 6 ay keçmişəm o mərkəzi. Yəni deyilənlərə qulaq asmışam. Yəni xahiş edirəm buradan valideynlərə ki, mövqeyimiz eyni olsun. Yəni birinci deyirlər ki, xahiş edirlər, kömək edin. Bir müddətdən sonra bir balaca görürlər ya videoda, ya valideynlər qrupunda paylaşıram, bir də görürsən, xoş görsənir. Elə bilir ki, fizioloji düzələndə mənim balam düzəlib. Yox, elə deyil. Mövqeyimiz bizdən olsun. Yəni çıxış yolu var, addım atın, dəstək sizə. Sağ olun. Allah hamınızı salamlayıram. Başda Zeyn müəllim olmaqla, bütün rəhbərlərimizi, başda Elnur müəllim olmaqla fəxr edirəm ki, mən bugünkü gündə düz yolda olmuşam, doğru yoldayam, şərəfli və layıqlı yoldayam. Buradan da demək istəyirdim ki, deyilənləri əməl edəndən sonra insan başa düşür ki, çətinlik nədir? Mənim üçün şəxsən çətin olmayıb. Bugünkü gündə mən fəxr edirəm ki, dayanmışam öz ayağımın üstündə, deyilənləri əməl eləmişəm. Tövsiyəm də budur ki, məsələn, məndən sonra gələn qardaşlar da rəhbərimizin deyilənlərin əməl eləsin, qərəz göstərməsin. Yəni, qərəz göstərsə özümüzə ziyan edilir. Yəni, çıxıb bir var istifadəyə gedirsən, bir də var deyilənləri əməl eləsin. Əməl eləsə, inşallah Allahın köməyi ilə ayaqda qalacam, inşallah mənə da arxayla, başlarına gəldirəm, rəhbərim olmaqla, yəni, hər cəhətdən köməklik eləyib, mənəvi. Gəlirdim, məsələn, dedim ki, Elnur müəllim, mənə burax. Ancaq dedi ki, Əhməd, səbr elə. Bugünkü gündə səbr eləmişəm, şükür Allahın birliyinə ki, bu cürə qardaşlarımın yanındayam. Başda, məsələn, Qurban müəllim olmaqla. Yəni, hamımıza, yəni, burada olan Talih qardaşımdır, mənə, yəni, gələn gündən köməklik eləyib, motivasiya olub, sağalmağımda çox mənə köməklik eləyiblər. Yəni, arzu edirəm ki, valideynlərə, yəni ki, Allah can sağlığı versin. Bütün analarımızın başını uca eləyək, başını aşağı eləməyək. Yəni ki, istəmərəm. Bundan sonra mən bir də bu şeyə qarşısam, yəni özümü bağışlamaram. Yəni ki, Elnur müəllimin həm əziyyəti hədər gedər, deyilənləri, yəni mən buradan alıb oradan buraxsam, mən sağalmaq olmaz mənim üçün. İnşallah da davam eləyəcəm bu yolda, yəni ki, addımı atmışam, geri yəni yolu yoxdur. İnşallah düz yolu tutmuşam. Bu yolla da Allahın köməkliyi ilə, Elnur müəllimin dəstəyi inşallah davam eləyəcəm, gedəcəm, gələcəm, nə deyiləcək, onları əməl eləyəcəm. Buna görə hamınıza minnətdaram, hamınızın qabağında baş əyirəm. Salamlayıram hər kəsi. Mən də təbrik edirəm Əhməd qardaş səni. Əsas olan birinci etapı başa vurdunuz, əlhəmdülillah, amma bu ilə yekunlaşmır sağalma prosesi. Necə ki, bir narkomaniya, alkoqolizm və yaxud da qumar asılılığı bu etap-etap, mərhələ-mərhələ başlayırsa insanda, yəni heç kim anadan gəlmək narkoman olmur və yaxud da alkoqolik olmur. Yəni həyat tərzi ilə etap-etap, mərhələ-mərhələ gəlir, çıxır yekun, yəni ağır formasına. Sağalma yolu da belədir. Yəni həm də olsun aləmlərin Rəbbinə birinci etapı başa vurdun, 6 ay stasionar, amma bu ilə yekunlaşmır dediyim kimi. Bundan sonra 3 ay sosial adaptasiya dövrü var ki, hansı ki, bərabər çalışacağıq inşallah. Və bir özünüz də vurğuladınız, yəni birinci açarı sağalmanın deyilənlərə əməl eləmək. Yəni öz başımdan qərara verib, mənə artıq kifayətdir, məsələn, mən bilirəm artıq nə cür eləmək lazımdır, bunu belə eləyəcəm. Yəni bu fikirlər bizim üçün çox təhlükəli fikirlərdir. Mütləq şəkildə, yəni öndə gedənlərlə, rəhbərlə fikirləri bir məsləhətli formada, əgər məsləhət olacaqsa, bu cür davam eləyəcəyik və inanıram ki, bizlə davam eləyəcəksən, inanıram sonuna qədər bizlə gedəcəksən və inanıram ki, mükəmməl şəkildə ayıq, təmiz, xoşbəxt yaşayacaqsan. Sənin adından, sənin timsalından mən də minnətdaram. Qurtuluş Mərkəzinə, rəhbər heyətinə, hər bir kəsə, bütün idarə heyət, Qurtuluş ailəsinə ümumiyyətlə minnətdaram. Təşəkkürlər, sağ olun. Mən də hər kəsi salamlayıram. Əhməd qardaş, səni təbrik edirəm. Həqiqətən
bugünkü sağalma yolundasan, ailə və ətrafında olan insanlara dəstək ola bilirsən. Mən də belə şey danışmaq istəyərdim ki, mənim reabilitasiya mərkəzini bitirdikdən sonra öz başıma verdiyim qərarların fəsadları yenidən istifadəyə apardı məni. Amma Allah həmd olsun ki, yenidən reabilitasiya mərkəzinə girdim. Artıq 3 il 1 aydır ki, ayıq təmiz həyat yaşayıram. Ailəmə, ətrafımda olan insanlara dəstək ola bilirəm. Düzdür, çətin bir yol olsa da özümlə qürur duyuram ki, mən böyük bir addım atdım, yenidən reabilitasiya mərkəzinə gəldim. Ümidlərim heç olmuşdu, inanmırdım ki, artıq mən sağala bilərəm. Amma bugünkü gün görürəm ki, o inamdır, o ümiddir, o motivasiyalardır ki, mənim həyatımda böyük bir şeyləri gətirib çıxardır. Hər kəs üçün minnətdaram, çox sağ olun diqqətiniz üçün. Mən də xalqımızı salamlayıram. Əlavə olaraq demək istəyirəm ki, Əhməd qardaşım, səni bir daha təbrik edirəm. Gördüyün kimi səbrin, dözümün, əzmin sonu ancaq bax belə gözəl işlər ola bilər. Çünki biz belə deyək də gözəl günlər üçün əziyyət çəkirdik. Biz bunun üçün səbr eləməyi tövsiyə elirdik həmişə sənə. Bir də onu bildirmək istəyirəm ki, son zamanlar qarşılaşdığımız belə hadisələr artıb ki, valideynlər övladlarını sağalmaya gətirirlər çox pis vəziyyətdə, hansı ki, gələndə nə desək, belə deyək də, razılaşırlar. Yəni deyirlər, biz sizləyik, siz necə desəz elə olacaq. Bir neçə ay keçəndən sonra necəsə olur, onlar öz başından belə bir qərar vermək ehtiyacı duyurlar ki, mən gedim övladımı çıxardım, o artıq yaxşıdır, o artıq işləməlidir və yaxud da ki, nə bilim, filan kəsin toyudur, yasıdır və yaxud da ümumiyyətlə, bu qədər bəsdir. Yaxşı, mən sual vermək istəyirəm həmin valideynlər ki, əgər siz bilirdinizsə həmən insanı ayıq saxlamağın yolun, onda niyə bizə müraciət eləmişdiniz? Ki, əgər bizə müraciət eləmişsinizsə, onda xahiş edirəm, icazə verin, işimizi axıra qədər çatdıraq. Mən bir çox da valideynlə rastlaşıram ki, deyir, sizin mərkəz nəticə vermədi. Amma biraz söhbət eləyəndən sonra görürəm ki, gəlib 2 ayında, 3 ayında, 4 ayında övladını çıxardıb. Bu necə nəticə verə bilərdi bəs? Bax, bunun üçün də əziz valideynlər, əziz xalqımız, xahiş edirəm, xalqın nümayəndəsi kimi, sizin necə deyim, övladınız kimi, oğlunuz kimi necə qəbul edirsinizsə, xahişim budur ki, əgər gətirib övladınızı bizə əmanət eləmişsinizsə, icazə verin ki, işimizi sona çatdıraq. Ondan sonra inşallah ki, bir yerdə sevinərik. Minnətdaram, çox sağ olun. Hamını salamlayıram. Əhməd qardaş, sizə təbrik edirəm. Ayaqlığınız əbədi olsun. Qurban müəllimin dediyi məsələyə toxunmaq istəyirəm. Valideynlər bir şey anlamalıdır ki, asıllıq bir xəstəlikdir. İstər narkoman olsun, istər alkoqolizm olsun, istər qumarbazlıq olsun, bu onun simptomlarıdır. Necə ki, misal üçün hansısa bir ürək xəstəliyin simptomları olur, təngi nəfəsliyi olur, gücsüzlük olur, beldə ağrılar olur və siz həkimin yanına gedəndə, ürəyinizi müalicə eləyəndə özünüzü yaxşı hiss edən kimi müalicəni dayandırmırsınız. Həkimə qulaq asırsınız, müalicə kursunu sona kimi bitirirsiniz və yalnız bundan sonra normal həyata qayıdırsınız. Asıllıqla mübarizə də uzun bir prosesdir. İstər mərkəzdəki 6 ay, istər sonraki sosial adaptasiya 3 ay bu kursu tam keçmək lazımdır. Bu kurs tam keçməyincə sizin xəstəliyiniz simptomları üzə vurmayacaq, amma bir müddət sonra xəstəlik yenə baş qaldıracaq. Ona görə də əgər etibar eləyib hansısa bir mərkəzə müraciət edirsinizsə və övladınızı ora, yoldaşınızı, qohumunuzu yerləşdirirsinizsə, etibarı tam etmək lazımdır. Çünki natamam işləmir. Tam kursu keçəndən sonra ümidlər yaranır ki, həmin insan sağalacaq və normal həyata qayıdacaq. Əhməd qardaş, bir daha təbrik edirəm. Əminəm ki, sizin də 3 aylıq adaptasiya dövründən sonra ayıqlığınız əbədi olacaq. Təbrik edirəm. Bugünkü gündə gəldə vurğulayıram, hamını salamlayıram. Bütün valideynlərə buradan səbir, dözüm. Buradan o demək istəyirəm ki, yəni bu uşaqları 3 ayın, 5 ayın gəlib götürürlər. Yəni ki, tam prosesi keçməmiş o deyə bilməz ki, mən sağalmışam. Sağalmaq tam 6 aydan sonra 3 ayda başa vurmalısan. Deyilənləri əməl etsən. Mən gəldiyim günü, məsələn, Elnur müəllim mənə deyirdi ki, Əhməd, səbirli ol, dözümlü ol. Mənim üçün birinci ayım bir bazı harasa çətinliyim oldu. Ancaq 3-cü ayımda daha çətinliyim oldu. Qurban müəllimlərim ki, hər gələndə məsləhət verirdim ki, Qurban müəllim, mən bu keçməmişəm də bu prosesində olan şeydir. Mən Hasan Azəmdə, o mənə dedi ki, Əhməd, hər ayın öz çətinliyi var. Bugünkü gündə də məsələn, arzu edirəm ki, bu tez bu rezidentlər gedir, yəni ki, bu düzdür. Əslində keçməliyik, hamı keçməlidir bu prosesi. Tam keçməyəndə insan tam dərk eləmir ki, mən sağaldım. Xeyr, sağalmamısan. Sağalmaq özlüyündə sağalmağı hiss edirsən. Ancaq
Biz o qəbullana bilmirik ki, biz bunun xəstəsiyik, istifadəsi ömür boyu özünə deyə bilməz ki, mən sağalmışam. Sağalmaq tam o deməkdir ki, yəni deyilənləri qəbullanmalısan. Necə keçməlisən qardaşım, bu əziyyətdir, kişi məktəbidir, kişi yoludur. Yəni biz bu yolu mən keçməmişdim. Bugünkü gündə mən fəxr edirəm ki, mən bu yolu keçdim. Öz başıma yox, rəhbərlərimizin, konsultantlarımızın deyilənləri əməl elədir. Bugünkü gündə mən qəydə arzu edirəm ki, Elnur müəllimi Allah bizim başımızın üstündən əsir eləməsin. O can sağlığı, uzun ömür, bu gün də rəhbərimin ayaqlığıdır, ad günüdür. Mən o bir daha təbrik edirəm. Allah balalarına, yaxınlarına uzun ömür, can sağlığı versin ki, bugünkü gündə mənə normal Əhməd elədi. Köhnə Əhməd yox, tam təzə, beynim təmiz, normal insan, danışığım, nitqim, hamısının mənə düzəliş verdi. Mən bugünkü gündə də buradan bütün valideynlərə arzu edirəm ki, rəhbərimizin sözü nə deyirsə həqiqətdir, yalan deyil. Yalan biz özümüz danışmışıq. Bugünkü gündə valideynlərimizi anlatmışıq ki, manipulyasiya eləmişik ki, ana bugün yaxşı olacaq, sabah yox. Xeyr, elə şey yoxdur. Sağalmada rəhbərlərimiz nə deyirsə, konsultantlarımız nə deyirsə, onlara əməl eləmək lazımdır. Deyilənləri eləməsək, biz sağalmamışıq. Tam sağalmaq 6 ay başa vurmalısan, deyilənləri əməl eləyib 3 ayda keçməlisən. Necə ki, məsələn, indiki gələnlər baxıram, rezidentlər var ki, sıxılır. Deyirəm, qardaşım, niyə sıxılırsan ki? Mərkəzdir də, bu da bir həyatdır, kişi məktəbidir. Evimizdir də, yəni ki, evimizdə nətər yatıb dururdu, burada da həmin qaydadır. Burada əksinə ondan da yaxşıdır, saatla durursan, rejimlə yatırsan, yeyirsən, içirsən, çayın vaxtı-vaxtında, hər bir şeyin vaxtı-vaxtındadır. Mənə görə də təşəkkür eləməliyik. Gedib əksinə deməlidir ki, Elnur müəllim sıxılır. Elnur müəllim özü də keçib bu mərkəzi, bu əziyyətli yolu özü də keçib, bu prosesi özü də keçib, bilir nədir, nədir. Bilməsəydim, inşallah bugünkü gündə bu yerə gəlib çıxmazdım. Mənə arzum odur ki, bütün valideynlərə qoy imkan versinlər, evlatları sağalmaq yolunda dürüst və güclü məşğul olsunlar öz sağalmalarıyla. Buna görə hamımıza minnətdaram. Çox sağ olun.